Salam əziz dostlar. Son günlər İran ətrafında baş verənləri təsvir etməyə ehtiyac yoxdur. Bütün dünyanın gündəmidir. Bütün bəşəriyyət bu mövzunu izləyir desəm, yəni yanılmaram. Bizi də bu mövzuda, yəni Güney Azərbaycan məsələsi çox maraqlandırır. Çünki istənilən müharibənin sonucunda bütün bölgədə müəyyən bir hadisələr baş verir. İstənilən istər dünya müharibələrində, istər lokal müharibələrdə hökmən hər bölgə öz yəni çıxarışlarını bilməlidir. Bizdə də Güney məsələsi Azərbaycan olaraq bizim qırmızı xəttimizdir. Bizim orada həm xalqımız yaşayır, həm tarixi Azərbaycanın bir hissəsidir və ümumiyyətlə də Azərbaycanın ən yaxın sərhədidir. Bizə çox vacibdir ki, orada bizim xalqımızla nə baş verir və ümumiyyətlə gələcəkdə nə olacaq. Belə görünür ki, İran demək ordusunun da müqaviməti zəifləyir və bu hadisələr intensivləşə bilər. Buna görə də biz bu gün çox maraqlı bir qonağı dəvət elədik. Amerikada yaşayan Güneyli soydaşımız, sosioloq Ramin Cabbarlının. Xoş gördük Ramin bəy. Sağ olun Əlbir bəy. Mən də təşəkkür edirəm dəvətiniz üçün. Ramin bəy, mən qısa bir intro verdim. Söhbətimizin mövzusu nə olacaq? Siz bu hadisələri yaxından izləyən bir insan kimi, bu hadisələr Güneydə necə bir əks-sədaya səbəb olub? Güney nə gözləməlidir bu hadisələrdən? Bilirsiniz, Güneydə indiki vəziyyət bəlirsizdir. Məncə insanların da arasında daha çox bəlirsizlik bir duyğusu var. Yəni nə şəkildə olacaq? İndiki vəziyyətdə hakimiyyət bu müharibə nəticəsində yıxılacaqmı, yıxılmayacaq? Yıxılacaqsa hansı senaryolar baş verə bilər? Yıxılmayacaqsa hansı senaryolar baş verə bilər? Yəni bunlar hamısı fərqli nəticələrlə üzləşdirə bilər xalqı. O yüzden də yəni insanlar izləyirlər əsasən məsələni. Bir də ölkə içindəki insanlardan, yəni hakimiyyətdə olmayanlardan əlbəttə ki, asılı olmadığı üçün vəziyyət eyni halda da özlərinin rolunu da görmürlər indiki vəziyyətdə. Çünki daha çox yəni bir İran hakimiyyəti var ortada, bir də ki, xarici güclər, yəni bunların arasında hələlik oyun gedir və xalqın əslində nə istədiyi, nə şəkildə olacağı hələ bu mərhələdə önəm daşımır o qədər də. O yüzden də bəlirsiz bir vəziyyətdə Yox, gələcək. bunlar aydındır. Bunlar aydındır ki, hazırda müharibə bitməyib. Mən sadəcə bir neçə məsələni, yəni bəlkə kənar müşahidəçi kimi deyirəm, bəlkə bu biraz səthi baxışdır, amma mənə belə gəlir ki, bu rejim doğrudan da bitib. Arxaik bir rejim idi. 20-ci əsrin yetişdirməsi, inqilablar filanlar, o ideoloji bir əsr idi. Və indi bu vurulan öldürücü zərbələrdən sonra yəni inanılır kimi gəlmir də ki, bu rejim yenə də qalsın, əvvəlki kimi hakimiyyətini sürsün, yenə də Bəsic, yenə də Sepah, yenə də bu klerikallar. Mənə belə gəlir ki, bunun sonu yetib, çox yaxın zamanda bu rejim çökəcək, amma insanlar qalacaq. Misal üçün, güneydəki, misal üçün deyək də belə, mən dəqiq bilmirəm bu necədir. Sepah qüvvələri, həmin o bəsic qüvvələr, bu insanlar qalacaq. Bu insanlar necə ki Sovet vaxtıda, bizdə də Sovet ordusunun hissələri var idi, KGB var idi, o birisi var. Müəyyən müddətdən sonra bunlar milli qüvvələrə çevirə bildilər. Milli hakimiyyətin bir hissəsinin tərkibini, funksiyanı özünə götürə bildilər. Siz necə düşünürsünüz? Belə bir şans varmı ki, yəni Güney hansısa bir, tutaq ki, heç olmasa federativ bir halda bir hansısa bir muxtariyyət əldə eləsin və gələcəkdə bu hakimiyyət orqanlarını formalaşdırmaq mümkün ola bilərmi? Çünki müharibə çox sürətlə gedir, intensiv gedir və belə görünən səthi ola bilər bu. Belə görünən budur ki, rejim tezliklə yıxılacaq. Bəlkə də səthi. Bilirsiniz, Buyurun. ola da bilər, olmaya da bilər. Olmaya da bilər. Olmaya da bilər. Quzeydə vəziyyət, yəni Sovet dönəmində bəlli bir federativ sistem var idi. Doğru, o da doğru. Güneydə tutaq keçmiş dönəmlərdə olsun məşrutiyyət dönəmi və ondan sonraki dönəmlərdə və Azərbaycan coğrafiyası Azərbaycan etnikinin yaşadığı yerlərlə üst-üstə düşürdü. Sonralar bəlli bir siyasətlərlə həm Pəhləvi dönəmində, həm də Hı -hı.
1979-dan sonra bu coğrafiyanı parçalamaq siyasəti də gedir. Bu sadəcə Azərbaycanlılarda olmayıb, başqa etnik qruplarda da bu vəziyyət gedib, amma Azərbaycanlılarda daha da qabarıq şəkildə bu görünür. O yüzden də indiki vəziyyətdə eyni halda da dini kimlik İranda çox ciddi şəkildə zəifləyib. Yəni İranda İranı əslində İranlılıq kimliyini birləşdirənin əsas üzü və mahiyyəti şiəli idi. O da olduqca zəifləyib. O yüzden də etnik xətlər və etnik kimliklər daha da önəm qazanıb indiki vəziyyətdə. O yüzden de bir hakimiyet olmayanda insanlar bunların üzerinden hareket edecekler tabii ki. Azerbaycanlılar daxil. Amma hava hücumlarıyla rejim dəyişə bilər, dəyişə bilməz. Bu məsələ var. Yəni bir çoxlarının fikrinə görə sadəcə hava hücumlarıyla bu dəyişməyə bilər. Bir yolu bu ola bilər ki, indi etdiyi kimi İsrail uzun müddəti davam edə və alternativ hakimiyyətə gəlmək istəyənləri aradan qaldıra və o şəkildə bir müddətdən sonra bir çöküşə tərəf gedə bilər. Eyni halda da Amerikanın bilirsiniz Kürdlərin bir sıra silahlı təşkilatlarıyla da danışıb və onları silahlandırmaq məsələsi ilə uğraşırlar. Biz bilmirik o haraya gedəcək və nə haralara qədər gedə bilər əslində. Çünki onlar İranın mərkəzində onların gücü yoxdur. Yəni onlar daha çox Kürdlərin yaşadığı bölgələrdə güc var. Amma eyni halda da o qrupların bir çoxunun Urmiya və Azərbaycanın bir sıra başqa şəhərlərinə torpaq iddiaları olduğu üçün orada da böhran yarada bilir. Bu Azərbaycanlıları təhdid qarşısında hiss edib daha çox hətta başqa etniklərlə, hətta farslarla belə yaxınlaşdıra bilər əgər bu təhdid şəkildə üzləşərsə bu məsələ. Yəni burada İsraillə Amerikanın da fərqli siyasəti ola bilər. Bu çox böyük bir təhdiddir. Bu barədə neçə gündür səslənir efirlərdə. Bu təhdid bizim güneydəki halimizədir, əlbəttə, Güney Azərbaycanadır. Amma bu təhdid həm Azərbaycan Respublikası, həm də Türkiyəyə olan bir təhdiddir. Yəni birbaşa milli təhlükəsizliyə olan təhdiddir və bu gün Türkiyəyə İncirlik bazasına atılmış roketlər demək Savunma Başkanlığı da yəni məlumat yaydı. Bu faktiki kazus belli idi də. Türkiyənin və onun müttəfiqi Azərbaycanın əlinə belə deyək də bir növ kozır keçdi. Yəni belə bir kazus belli qısaca kazus belli idi və Azərbaycanla Türkiyə yəni buna cavab olaraq tədbir görə bilərlər. Əgər bu məsələ həqiqətən də reallaşsa, sizin dediyiniz məsələ Qərbi Azərbaycanda bu baş verərsə, o zaman yəni qonşu dövlətlər kimi ən azı öz milli təhlükəsizliklərini təmin etmək üçün hərəkətə keçməli olacaqlar. Yəni sadəcə bunu Ümid edirəm ki, elə olsun. Çünki indiki vəziyyətdə yəni Amerikanın əsas məsələsi budur ki, Amerika da bilir ki, sadəcə hava hücumları ilə rejimi çökdürmək, zəiflətmək, hətta belə gizli şəkildə hökuməti idarə etməsini apara bilər İranda bu vəziyyət, amma yıxmasına orada əskərlərin olması lazımdır Amerika baxımından. Amma Amerika öz əskəri yerinə başqa silahlı qüvvələrdən, o cümlədən Kürdlərdən və ya mücahidlərdən belə istifadə edə bilər lazım gələrsə. Yəni Amerika baxımından o anlam daşıyır. İsrail baxımından isə o bölgədə özəlliklə Türkiyə ilə sərhəd bölgələrin ki, bizim Azərbaycan, Güney Azərbaycan torpaqlarında olar, onları da əldə etmək önəmlidir. Çünki güc balansının dəyişməsi üçün İsrailə lazım ola bilər Kürdlər üçün o siyasət aparsın. Yəni İsraillə Amerikanın əslində hədəfləri fərqlidir məncə Kürdlərlə işbirliyi məsələsində. O yüzden də ciddi təhdid ola bilər həm Azərbaycana təbii ki, həm də Türkiyə üçün. İndi mən deyəndə ki, ola da bilər ki, Güneylilər orada yəni bəlli bir status əldə etsinlər, olmaya da bilər. Bu həm də təbii ki, dəstəklərə bağlıdır və Azərbaycan Türkiyənin də siyasətinə bağlıdır. Yəni Güneylilərin fəallığı ilə birlikdə. Necə ki, Kürdlərdə elədir. Yəni necə Kürdlərdə fərqli qruplarla. Siz adını çəkdiyiniz bu qrup əslində təəssüf ki, belədir. Heç bir xalqa bunu arzu eləmərəm. İstifadə olunur. Dəfələrlə istifadə olundu bu.
İraqda istifadə olundu, İraqın quzeyində, Suriyada bu yaxında istifadə olundu. Sonra da kənarlaşdırıldı. Təəssüf ki, yəni onlar gəlib buna getməsinlər əslində bu cür hərəkətə. Amma yəni bu çox açıq, aşkar görünür. Demək, mən kənar müşahidəçi kimi fikirlərimi deyim. Bir neçə tutaq ki, müqayisədə görünür də hər bir şey. İstənilən böyük dövlətin hansısa bir ideologiyası, özü də 20-ci əsrdən qalmış belə ideologiya birləşdirici amil rolu oynayır. Da bizdə bu siz dediniz quzeydə, bizdə kommunizm idi. Kommunizmə ola bilər indi biz belə ola bilər biraz belə başqa cür baxırıq, amma o zaman bu çox birləşdirici, modernist bir ideya idi o zaman. Komünist kimliyi də var idi. İnsanlar bundan fəxr edirdilər, bu insanları birləşdirirdi. O zamanki inam tamamilə itdi, tamam qırıldı bu inam. Komünizmə olan inam. Fövqəli dövlət olan SSR çöktü. Yəni həqiqətən çöktü. Bütün respublikalar, bəzi respublikalar bunu gözlədilər. Orada məsələn Qafqaz respublikalarında böyük hərəkat başladı. Orada bir çox separatizmlə bağlı idi bu, başqa problemlərlə. Orta Asiya respublikaları baxımsızlığı o cür əldə etmədilər. Onlar gözlədilər, amma artıq onlar üçün də bitmişdi bu. İndi siz deyirsiniz, bax hazırki İran rejimi burada həm belə deyək, İranlı kimliyi, həm də belə deyək də İslami, müsəlman kimliyi. Bu kimliklər artıq belə yox olmuş kimidir. Mən bu yaxında demək məhv edilmiş bu ali rəhbər Xameneyinin bir neçə videosuna diqqətlə baxdım. Orada o bir yerdə deyir. Deyir ki, bizim bütün xalqlarımız İranidir, olsun ki, Türk, olsun Fars, bizim həm İranidir, həm də müsəlmandır. Yəni bu kimlikləri ağzı ilə, dili ilə deyirdi. Bu kimliklərin hər ikisi barədə deyə bilərik ki, yoxa çıxıb, yox. Çünki Zəifləyib deyə bilərik. Çünki kommunizm bir siyasi ideoloji kimi 70 illik bir ömürlə orada cəmiyyətin kültürünə, yaşam tərzinə çevrilmək üçün vaxtı az idi. Amma belə 1000 ildən çox, 1400 illik bir dindən bəhs edirik və özəlliklə şiəlikdən ki, o dini ritualları da daha güclüdür və insanları bir arada saxlamağa, ən azı inananları bir arada saxlamağa şərait yaradır. Bu hələ də bəlli bir qruplar elə şiəliyə inanırlar və onunla davam edirlər. Zəifləyibdir. Sekularlaşma, İranda sekularlaşma çox güclüdür məncə. Çox zəifləyibdir, amma zəifləmiş kimi nəzərə ala bilərik. Yəni tam aradan getmir Ramin təəssüflə. bəy, valla kənardan baxanda mənə elə gəlir bizdə quzeydə dinə daha çox rəğbət hissi var, nəinki güneydə. Mən həmişə belə Doğru. görmüşəm. Doğru, doğru, elədir. Amma nəzərə alaq ki, İranda ildə 25-30 milyon arası müqəddəs yerlərin ziyarəti olur. Yəni bunlar hakimiyyətin sadəcə qurduqları, göndərdikləri deyil də. Orada insanlar da vardılar. Bu İranın bütün xalqları üçün, O millətləri da bir üçün. növ refleks kimidir də. Bəlkə indi düzgün müqayisə olmayacaq. Biz də həmişə Moskvaya gedəndə Leninin məzarı qarşısında bilirsiniz də nə boyda bir belə növbə olurdu. Minlərlə, yüz minlərlə adam növbədə dururdu ki, bu mumiyaya tamaşa eləsinlər. Nəysə biz qayıdaq yenə Əslində də. razıyam yəni dediyinizlə. Sadəcə mən deyirəm ki, zəifləyibdir, tam aradan getmir bu din Özdə ki. piramidanın altında Lenin muzeyini görmüsünüz də fotosunu. Piramidadır, lap Misir ehramına oxşuyur. Və orada minlərlə adam dururdu ki, yəni bir mumiyalaşmış bir belə Firon kimi bir şeydir də, yəni ona tamaşa bu müqəddəs bir şey sayılırdı. Moskvaya gələn hökmən gedib orada saatlarla durmalıdır, yağışın qarın altında, yaxud istinin altında. Bu da insani refleksdir, belə deyək. Güneydə çox güclü sekularlaşma hiss eləyirəm mən. Bizdə əksinə dinə qarşı daha çox rəğbət hissi yaranır. O da aydındır. Kommunizm məcbur eləyirdi insanları ateizmi. O normaldır. Yəni dinin, hakimiyyətin dinlə münasibəti yaxın olanda insanların dinlə münasibəti uzaqlaşar. Elə Sovet dövründə də elə idi. Sovetdən sonra da, Sovet yıxılandan sonra Rusiyanın özündə dini kimlik gücləndi bir müddət. Sonra Çox güclü. İndi də güclü. yenidən düşdü. Yenidən biraz düşdü, amma belə də, yəni o hakimiyyətin dinlə münasibəti ilə bağlıdır. Yəni heç bir dünyada ən çox sekularlaşma yaşanan yerlərdən biri Belçikadır. Yenə də insanların belə də yetkin insanların
hardasa bir 20-30%-i hələ də ayda bir dəfə kilsəyə gedirlər. Yəni din əslində Hı. bir kimlik olaraq davam edir fərqli fərqli yollarla insanların həyatında. Hətta belə lap belə şiddətli sekulyarlaşma olan vəziyyətdə. Amma güneydə təbii ki, sekulyarlaşma çox ciddi. Özəlliklə mən onun istatistiklərinə də baxmışam və İranın başqa millətləri ilə müqayisə edəndə, İranda olan başqa millətlərlə müqayisəndə daha da çox sekulyarlaşıblar və o istatistiklərdə hətta İranın özünün hakimiyyətin keçirdiyi sorğularda belə görünür. Güney özü də bir, yəni böyük bir ərazidir. Çox Azərbaycan Respublikasından da xeyli böyük ərazidir. Orada fərqli şəhərlər var. Təbriz barədə məsələn biz əminliklə deyə bilərik ki, məsələn çox belə güclü sekulyar ənənə var. Hətta sol şəhəridir belə deyək də, hə? Biraz Doğru. solçu şəhərdir. Həmid Eriçi bunu demişdi mənə. Amma məsələn Ərdəbil barədə bunu deyə bilmərik də. Orada biraz dini sakral məsələlər üstünlük təşkil edir də. Yox, məncə belədir. Çünki fərqli Doğru. Yəni güneydə normalda şəhərlərdə dini kimlik kəndlərdən daha zəif olar və Təbriz daha çox belə fərqli siyasi cərəyanların, intellektual mühitlərin olduğu yerdir. Yəni Təbrizə həm bir şəhər var, həm də bir şəhərin alt qatı var ki, orada həmişə. intellektualları, mədəniyyətlə məşğulanları, siyasətlə məşğulanlar. Təbriz çox zəngin şəhərdir o Yox, baxımdan. zaten Ərzində Azərbaycanın tarixi böyük paytaxtıdır da, yəni. Bütün Azərbaycanı, yəni tək, yəni Güneyi nəzərdə tutmuram. Ramin bəy, son bu demək olaylardan Təbrizə, xüsusən Urmiyəyə ümumiyyətlə çox ağır zərbələr endirilib. Sizdə bu barədə məlumatlar varmı? Vəziyyət ümumiyyətlə nə yerdədir? Çünki belə deyim də, axırıncı bu bir sutka ərzində, bir gün ərzində çox həyəcanlı xəbərlər gəldi oradan ki, xüsusi məqsədlərlə, xüsusən Qərbi Azərbaycan çox bombalanır və ağır zərbələr endirilir. Vəziyyət təxmini necədir indi orada? vəziyyət doğrudur, mən də xəbərlərdə gördüm. Mənim bir qardaşım da ailəsi ilə Urmiyədə yaşayır, amma Hmm. indiki vəziyyətdə hətta ailə üzvlərindən belə xəbər tutmaq mümkün deyil. Çünki sadəcə internet Əlaqə kəsilmir. kəsilib tamamilə. Hə? Telefon, yəni xaricdən telefon etmə belə mümkün deyil və içəridən xaricə telefon etmək belə mümkün deyil. Biz bilirik ki, sadəcə videoların bir sırasını görmüşük ki, yayılıblar, amma onlar daha çox Starlink olanlar göndərə bilirlər və ya fərqli yollar tapıb ölkədən xaric olanlar o videoları paylaşa biliblər. O yüzden də vəziyyətin nə olduğu ilə bağlı təəssüflə hər hansı bir məlumat məndə yoxdur ən az. Dualarımız güneydəki bacı qardaşlarımızdandır. Bu barədə bizdə də məlumat yoxdur. Çünki doğrudan da çətin, vəziyyət çətindir. Amma indi başqa bir şeydən də soruşum sizə. Məni narahat edən bir məsələ də var. Bax, mən başlanğıcda dedim ki, kənardan, şəxsən mənim subyektiv baxışımdır. Bəlkə də yəni haqlı deyiləm, yaxud haqlıyam. Mənə elə gəlir ki, bu rejim artıq qala bilməyəcək. Çünki Sovet İttifaqında da o zaman heç biz inanmırdıq Sovet İttifaqı dağıla bilər. Amma əvvəl inam etdi, sonra ideologiya, nifrət başladı, əksinə, yəni kommunizmə və sonra da yəni qala bilmədi. İndi isə burada bizdə hələ xarici müdaxilə yox idi. Burada çox güclü xarici müdaxilənin zərbələri altında mənə elə gəlir ki, bu rejimin sayılan günləri qalıb. Amma məsələ başqadır. Mən kənardan, yenə də deyirəm, kənardan baxan, subyektiv baxışla baxan adam kimi, mənə belə gəlir ki, molla rejimi e, informasiya müharibəsində qalib gəlir, belə bu qarşı tərəfin. Tam ciddi deyirəm, belə bir obraz yaradılıb, sakral, təcavüz olunmuş vətənini qoruyan, sona qədər vuruşan, yəni belə deyək, şəhid olmuş rəhbər, nə bilim, yəni işğalçılara, imperialistlərə qarşı müqavimət göstərən müsəlmanlar. Bax belə bir obraz yaradılıb. Sizə deyim ki, Güney Azərbaycanın yəni sosial şəbəkələrdə çox-çox qarşıma çıxır istifadəçilər. Beynəlxalq miqyasda da sizə deyim ki, çoxlu belə birmənalı deyim bu Amerika-İsrail yəni koalisiyasına, ərəblərin koalisiyasına rəğbət var, mən görmədim. Əksinə belə çox qəribə bir paradoksdur.
Bu molla rejimi hansı ki cəmi bir ay əvvəl öz vətəndaşlarını qana buladı. Deyilənə görə 30 minə qədər insanı məhv eləyib. Bunlara necə rəğbət ola bilər? Bu necə paradoksdur Ramin bəy? Bu necə? Bilirsiniz, xaricdə qalıb hansı siyasi cərəyana daha yaxın olsunlar, elə içəridə də. Yəni tutaq xaricdə ya demokratlara, progressivlərə yaxınlarsa, Amerikanın sadəcə 5də biri, yəni Amerika xalqının 5də biri dəstəkləyir müharibəni və demokratların bir çoxu bunu İsrailin oyunu olaraq görürlər. Biz bunu intellektuallardan da eşidirik, başqa qruplardan da eşidirik. İranın içində olanlar uzun müddət görürlər ki, Rza Pəhləvinin təbliğatı gedir media tərəfindən, özəlliklə İsrailin dəstəklədiyi media tərəfindən özlərinə təhdid olaraq hiss edirlər fars olmayan millətlər. O yüzdən də onların əslində şübhəsi daha da artırdı. Çünki iki şəraitdə məncə ölkədə daxili və ya sivil müharibə ya vətəndaş müharibəsinə gedə bilər məncə. Bir, Kürdlərə dəstəyi bəlirsiz bir vəziyyətdə dəstək verərlər. Onda Azərbaycanlılar və başqa hətta ərəblərlə, lordlarla belə aralarında konfliktlər baş verə biləcək və bu daxili müharibəyə gətirib çıxara bilər. İkinci bu ki, mərkəzə, yəni bunun bir yolu budur ki, mərkəzdən deyil, ölkənin ustanlarından, vilayətlərindən başlayıb sonra mərkəzi çökdürməyə getsinlər. Bir də bu var ki, mərkəzə Rza Pəhləvi kimi bir alternativ gətirələr ki, əslində heç millətlərlə bağlı, onların haqları ilə bağlı inkardan başqa hər hansı bir şey danışmayıb və təhdid edib də dəfələrlə. Bir də o şəraitdə vətəndaş müharibəsinə gedə bilər. O yüzden də içəridə olan fars olmayanların qarşı çıxması həm də bu anlama gəlir. Çünki başqa, yəni əgər xaricdən gəlirsə, xaricdən güclərin ciddi rol olacaqsa, o zaman onlar gələcəyinin də dizaynı üçün ciddi rollar ola bilər. O yüzden insanlar çəkinirlər. Rejimi dəstəkləyənlər də ki, başqa da, onların da hekayəsi başqa hekayədir. Amma qərbdə üst-üstə İraq, Suriya, Əfqanistan təcrübəsi olduğu üçün qarşı çıxırlar bu məsələ ilə bağlı və hakimiyyətin, Amerika hakimiyyətinin ABŞ-ın plansız bu məsələyə getdiyini düşünürlər. Yəni təbii ki, Xameneinin bir diktatorun ortada olmaması, rejimin çökməsi müsbət bir şeydir. Amma yollar nədir? Yəni bir yolu bu ola bilər ki, rejimdə çox yumşaq bir hakimiyyət yıxılmadan, yumşaq bir qolla ölkəni referenduma və ondan sonra bəlli bir keçid dönəminə aparalar. O bir yol ola bilərdi. Bilmirik o gerçəkləşəcək ya yox. Amma mərkəzi hakimiyyət çökəcəksə və başqa silahlı qüvvələr torpaq iddiasında olanlardan tutmuş başqalarına qədər əldə edəcəklərsə bəlli bir bölgə güclərini, bölgədəki hakimiyyətləri, onda məsələ fərqli ola bilər. Azərbaycanlılar o baxımdan Azərbaycan hakimiyyəti və Türkiyədən hər hansı bir dəstək olmayacaqsa çox ziyan alacaqlar və bu ziyan təkcə Güneylilər üçün olmayacaq. Bu ziyan eyni halda da Azərbaycan Respublikası üçün də olacaq, Türkiyə Cumhuriyyəti üçün də olacaq. Yəni o yüzden burada sanıram güneydəki siyasi faallar, istər xaricdə olsunlar və ya güneydə olsunlar və Azərbaycandakı siyasətçilər və Türkiyədəki siyasətçilər ən azı bu məsələ ilə bağlı planlara, fərqli senaryolara hazırlıqları olmalıdırlar. İndiki vəziyyətdə mən görürəm ki, hər halda ehtiyatlı davranırlar və rejim yıxılmayıb deyil, ehtiyatlı davranmaq məsləhətdir, amma ehtiyatlı davranmaq o anlama deyil ki, alternativ senaryolara hazırlıq olmasın. Məncə hazırlıq olacaqsa, o zaman köç dalğaları da baş verməz. Eyni halda da Güneylilər də, yəni Quzey Azərbaycanın və Türkiyənin öz marağı üçün olmuş olsun da, məncə Güneylilərlə işbirliyi içində bu məsələdə Güneyliləri qorumağa çalışmalılar ki, bacardıqca, yəni millətlər, Azərbaycan, Güney Azərbaycanlılar, Quzey Azərbaycan və Türkiyə ilə birlikdə az ziyan görsünlər bu keçid dönəmindən. Bilirsiniz, ehtiyatlılıq dediniz Türkiyə və Azərbaycan barəsində. Mənə elə gəlir ki, Amerikanın özünün daxilində parçalanma var. Bu parçalanmadan da bu rejimin hələ qalıqları çox məharətlə istifadə edirlər.
Mesela Larijani bugün bir tweet X platformasında yazmıştı ki, bəs kim daha vacibdir, Amerika yoksa İsrail? Yani həmin o MAGA ifadəsini başka bir formada fırladı. Belə çox məharətlə, çox belə ustalıqla işarə vurmuşdu ki, sanki yani bu müharibəni aparan belə deyək, Amerika değil, Respublikaçılar Partiyasıdır. Bax belə bir təxmini, belə bir məna çıxırdı oradan ki, Amerika xalqı bunu istəmir. Amerikanın özünün yek bir fikri yoxdur bu barədə. Siz orada yaşayan adam kimcə düşünürsünüz? Oradakı cəmiyyət buna hazır değildimi? Hazır idi mi? Yani biraz uzun müddət olsa, doğrudan da 4 həftə Trump dedi. 4 həftə çəkərsə bu müqavimət. Bu necə olacaq? Amerikanın daxilində bir etirazlara gətirib çıxarda bilərmi? Uzun müddət çəkərsə, bəlli etirazlar genişlənə bilər və Amerikada demokratlara yaxın bir progressiv sosial hərəkət var və Trumpa yaxın MAGA hərəkəti var ki, Tucker Carlson və başqaları o qoldadır. Hı hı. Hər iki qolda, yəni hər iki radikal siyasi qüvvə ki, biri progressivdir və biri daha çox mühafizəkardılar, hər ikisi müharibənin əleyhinədir. Yəni Tucker Carlson bunun əleyhinədir və hər ikisi düşünürlər ki, bu müharibəni İsrail Amerikanın ayağını müharibəyə çəkib. Və bunu bəzi Rubio'nun tutaq çıxışı bunu daha belə gücləndirdi ki, biz bilirdik İsrail hücum edəcək, biz gözləyə bilməzdik ki, İsrail hücum edəndən sonra bizə cavab verər, sonra biz başlayaq müharibəyə başlamağa, biz daha öncədən başladıq. Yəni o fikri söyləməsi, eyni halda da Amerikanın içində, yəni daha çox belə intellektual və akademisyenlərin içində bu məsələ uzun illərdir danışılır ki, İsrail və Netanyahu bəlli planla Amerikanı fərqli müharibələrə çəkir. Bu daha çox demokratların və progressivlərin arasında Hı hı. çox dəstənilirdi daha öncə, amma Trump'ı əslində MAGA hərəkəti dəstək verəndə müharibəyə getməməsi, Amerikanın içinə fokuslanması üçün də dəstək verdi eyni zamanda. O yüzden də onlar da indi qarşıdılar bu müharibənin əleyhinədilər. Misal üçün Tucker Carlson'un çıxışlarını görə bilərsiniz. Tucker Carlson Görmüşüm. Peki bir şəxs deyil, yəni bir cərəyandır, bir siyasi Tabii, cərəyandır. tabii, tabii. Və çox da effektiv bir, yəni bəyənsək də, bəyənməsək də çox effektiv bir karakterdir. Yo, bu fikirləri səsləndirən simvolik bir figurdur da. Böyük bir siz demişkən hərəkatın fikirlərini səsləndirən, belə deyək, onun pres ataşısıdır bir növ bu insan. Doğrudur. Ramin Bey, bugün amma aha, buyurun, Prezidentin buyurun. müavini, həm prezidentlə münasibətdə, həm də Tabii, tabii, prezidentin müavini ilə daha yaxındır belə. tabii. Və prezidentin müavini də deyilənə görə çox da tərəfində deyildi bu siyasətin, amma nəhayətdə təbii ki, prezident qərar verir. Təbii ki, qərar artıq verilib və sona qədər getmək lazımdır da. Bu işi yəni yarımçıq qoya bilməyəcəklər. Bugün demək Amerikanın Müdafiə Naziri də bəyanat verdi ki, artıq İranın roket potensialı demək tükənmək üzrədir. Artıq əməliyyatlar ola bilər. Yəni belə təxmini belə anlaşıldı ki, müəyyən müddətdən sonra, yəni İran artıq bu intensiv raket bombalanmasını davam etdirə bilməyəcək və məndə belə bir təəssürat oyandı ki, koalisiya düşünür ki, artıq belə deyək də, desant çıxartsın, torpağa əskər gətirsin. Sonuncu dəfə İran torpağına, demək belə deyim də, yad ordu 1941-ci ildə ayaq basıb, İngilis ordusu cənubdan, Sovet ordusu şimaldan. İngilislər də dənizdən çıxartmamışdılar o desantı. O zaman İraqı işğal eləmişdilər İngilislər. Çünki İraq belə deyək, Hitlerin təsiri altında idi də, Alman təsiri altında olan ölkə idi. Oradan gəlmişdi əskər. Əgər, yəni bu mənə elə gəlir ki, belə bir senaryo Amerikalılar üçün fəlakətli ola bilər. Başqa Çox fəlakət. tərəfdən də başqa yolu yoxdur. Çünki siz söhbətin əvvəlində dediniz ki, bu Kürd qrupları, silahlı qruplar Qərbi Azərbaycan tərəfdən irəliləyə bilər. O da İranın ucqarıdır. Gəlin razılaşaq da. Mərkəzi İran üçün coğrafiyada ucqardır. Necə düşünürsünüz? Tutaq ki, doğrudan da bu raket potensialı bitdi. Axı İran ordusu çox böyükdür, həm də şeydir, belə deyək də, Sepahın çox bəsic 600 minə qədər göstərilir internetdə falan da.
Mən düşünürəm daha çoxdur, böyükdür. Yəni bu qədər Elədir. deyil. Elə olacaqsa, yəni çox fərqli ə, hərbi qruplar çıxacaq ortaya və Hı hı. fərqli etnik qruplar da, yəni fars olmayan millətlərdən söz gedir. Onların da öz silahlı qrupları olacaq. Azərbaycanlıların hər hansı bir silahlı qrupu yoxdur. Çünki Azərbaycanlılar ona şəraitləri də olmayıb heç zaman, ehtiyac da görməyə bilər. Çünki elə dağlıq filan bölgəsində də yaşamırlar heç. Ə, Kürdlərin əksinə. Ramin bəy, bir sual verim sizə. Bax, mən də yenə Sovet vaxtı ilə bir müqayisə aparım. Bizim də o zaman təcavüz olanda ermənilər silahlı hazırlamışdılar. Doğrudan da hazır idilər. Terrorçu qruplar da gəlirdi Ermənistana. Bu bəllidir. Bizim silahlı qüvvəmiz yox idi, amma o zaman Sovet demək belə polis milisində məsələn qulluq eləyən qüvvələr, onlar məsələn təbii də xalqın müdafiəsinə keçdilər. O zaman Sovet İttifaqında qulluq edən bir çox hərbçilər Əfqanistanda vuruşmuş Azərbaycanlılar bir qrup yarandı. Belə deyim, əlbəttə bu sual yəni cavabı çox mürəkkəb ola bilər. Bu tutaq ki, Sepah dəstələri, bəsic dəstələr, bunlar da Azərbaycanlıdır da. Məsəl üçün Təbrizdə var və yaxud nə bilim Ərdəbildə var, başqa şəhər. Bunlar belə deyim, gərək olarsa milli qüvvələrə tərəf ola bilərlərmi? Sizincə hər halda silahlı qüvvələrdir, Azərbaycanlılardır. Yəni bunların beyni bu qədər yuyulmayıb ki, milləti tərk eləsinlər, silahsız qoysunlar. Ola bilərmi belə bir şey? Bilirsiniz, belə şəhər, bölgə kimliyi kimi də baxa bilərlər. Milli kimi Azərbaycanlıdırlar da eyni halda da Əlbəttə. onlar. Ola bilər təbii ki. Amma onlardan nə qədər güc qoyacaqları qalsın, o önəmlidir də. Yəni başqa tərəf silahlanacaqsa və onların üstünə bomba yağacaqsa, onda nəhayətdə nə olacaq? Silahları hardan gələcək? Nə şəkildə olacaq? Ola bilər təbii ki. Yəni orada mərkəz olmayandan sonra, mərkəzə bağlılıq olmayandan sonra və onlar da şəhərləri qorumaq üçün ola bilər ki, yəni bir optimist ssenarioda bu tərəfə keçsinlər. Amma nə qədər gücləri qalacaq onların və İsrailin o baxımdan onlar qoşulmayacaqsa, siyasəti dəyişəcək, dəyişməyəcək, onlarla bağlı Amerikanın siyasəti, İsrailin siyasəti. Və İsrail burada daha önəmlidir Amerikadan məncə. Çünki İsrail daha çox o bölgəni daha da yaxşı tanıyır məncə Amerikadan və daha belə kompleks ssenariolar oynaya bilər Amerika ilə müqayisədə. Amerikada yəni məsələyə daha belə makro baxır da, oradakı güc dəyişsin və o dəngə Amerikanın əleyhinə olmasın. İsrail o bölgədəki gücləri də, güc balansını da dəyişmək istəyir. Ona görə hansı etnik qrup, nə şəkildə olacaq, nə olacaq, bunlar hamısı önəmlidir. İndi burada təbii ki, hələlik bəlli deyil, rejim zəifləyib, amma tutaq bir ölkənin içində əsgərlər gələcəksə onlarla mübarizə aparmaq kimi bir vəziyyətdə ola bilər, olmaya bilər, bölgələrin kontrolunu itirəcək, itirməyəcək. O vəziyyətlərə düşərsə, onda sanıram Azərbaycana da, Azərbaycan hakimiyyətinə də ciddi görəv düşər. Çünki İsraillə də yaxşı münasibəti var, amma İsraillə maraqları var. Yəni o mərhələlərdə nə olacaq? Onlardan məncə çox şey asılıdır. İsrail daha öncə başqa senaryo oynayırdı. Çünki Netanyahu'nun öz naziri və öz partiyasından olan naziri Rıza Pəhləvini promot eləməklə məşğul idi. Hətta o 12 günlük müharibədə də həm Haaretzin araşdırması göstərirdi, həm də Kanadada Toronto Universitetinin araşdırması göstərirdi ki, Rıza Pəhləvini promot eləməklə məşğul idilər, təbliğat etməklə məşğul idilər. Və o da çox çəkindirirdi içəridəki fars olmayan etnik qruplar. İndi Kürd məsələsi də ortadadır. Bu necə gedəcək? Yəni bu Türkiyə ilə bilirik ki, güc balansında Türkiyə ilə maraqları üst-üstə düşmür və Türkiyənin zəifləməsi planlarındadır. O sərhəd nə olacaq? Yəni bizim üçün vətəndir. Çünki Urmu gölü, Urmu şəhəri və başqa şəhərlər də var. Onlar eyni halda da siyasi güc kimi baxırlar orada. Yəni bloklamaq, Türkiyəni bloklamaq siyasətdə apara bilərlər. O yüzden də olduqca kompleks. Yəni məsələ budur ki, İran məsələsi İsrailin xeyrinə bitəcəksə, Azərbaycan da İsrailə əhəmiyyətini itirə biləcək sonra. Çünki neft, qaz onsuz da İranda var. Onsuz da İsrailə yaxın bir hakimiyyət İranda olarsa, artıq orada varlığı belə vardır. Yəni İsrailin daha
neft qaz asılılığı da olmayacaq, siyasi güc olaraq da bölgədə hakim olacaq. Yəni əslində bir Türk faktorunun ciddi şəkildə zəifləməsi gedə bilər bölgə siyasətində. Yəni həm Türkiyədə, həm Azərbaycanda, həm də ki o planlar ki vardır Orta Asiyadan üzü belə. Ciddi şəkildə onları dəyişə bilər bu məsələ. O yüzden də məsələ sadəcə Güney deyil, amma Güneyin qorunması o məsələləri də qoruya bilər. E, və sanıram belə, yəni bu məsələdə Azərbaycan ciddi siyasətlərlə, ciddi təkliflərlə məncə ortada ola bilər əgər rejim yıxılacaqsa. Rejim yıxılmayıbsa hələ raketlər Azərbaycana gəlməsin deyə elə ehtiyatlı olmaq lazım. Ramin bəy, minnətdaram sizə bu söhbət üçün. Mənim kənardan olan, bir daha təkrar edeyim, subyektiv baxışıma görə rejimin sonu gəlib. Bunun zaman məsələsidir bu. Sizin dediyiniz məsələlər də Türkiyənin də və Azərbaycanın da qırmızı xəttləridir. Güneydəki məsələ Türkiyənin milli təhlükəsizliyinin birbaşa təhdiddir. Azərbaycanın da o cümlədən birbaşa təhdiddir. Həm də ki, dediyim kimi, bizim üçün bu həm də mənəvi məsələdir, xalqımızın məsələsidir. Sizə minnətdarlığımı bildirirəm. Biz bu söhbətləri davam etdirəcəyik. Güneyə də dualarınızı çatdırın, qorunsunlar, Çox sağ olun. sağlıqla qalsınlar. Biz Çox sağ olun. bu işlərin yaxşı sonluğuna ümidlərlə ayrılırıq sizdən. Hələlik. Çox sağ olun. Ümid edək ki, yaxşı sonla bitsin. Var olun. İnşallah. Təşəkkürlər.